Əbəsə, qaşqabağını tökdü surəsi Məkkədə nazil olmuşdur. 42 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Abəsə və təvəllə. Qaşqabağını tökdü və üz çevirdi. Üzünü turşutdu və çevirdi. Ən cəəhul ə'mə. O kör yanına gəldiyinə görə, Peyğəmbərin hüzuruna gəlmiş varlı bir şəxslə, yaxud İslamı qəbul etmək üçün onun yanına gəlmiş kör bir kişi ilə rəftarını bəyan edir. وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّى. Sən nə bilirsən? Bəlkə də o, yaxşı əməllər etməklə günahdan paklanacaqdır. أَوْ يَذَّكَّرُ فَتَنْفَعَهُ الذِّكْرَى. Yaxud, haqq sözü eşitməklə öyüd nəsihət alacaq və bu öyüd nəsihət ona fayda verəcəkdir və İslama gələcəkdir. أَمَّا مَنِ اسْتَغْنَى. Amma dövlətli, yaxud özünü dövlətli və ehtiyacsız hesab edənə gəldikdə isə, فَأَنْتَ لَهُ تَصَدَّى. sən onu yaxşı qarşılayırsan və istiqanlı rəftar edirsən. وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّى. Halbuki onun paklanmamasına, İslamı qəbul etməməsinə görə sən məsul deyilsən. وَأَمَّا مَنْ جَاءَكَ يَسْعَى. Sənin yanına gələrək doğru yol və xeyir tapmağa çalışan kəs, وَهُوَ يَخْشَى. özü də Allahından qorxduğu halda, فَأَنْتَ عَنْهُ تَلَهَّى. sən ona diqqət yetirmək əvəzinə başqaları ilə məşğul olursan, كَلَّا إِنَّهَا تَذْكِرَةٌ. belə olmamalıdır. Bu Qur'an ayələri bir xatırlatma, öyüd nəsihətdir. فَمَنْ شَاءَ ذَكَرَهُ. Kim istəsə, onun məzmununu xatırlayar və haqq yola yetişər. فِي صُحُفٍ مُكَرَّمَةٍ. Bu Qur'an çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır. مَرْفُوعَةٍ مُطَهَّرَةٍ. Uca, batildən, ziddiyyət və ixtilafdan uzaq və pak səhifələrdə. بِأَيْدِي سَفَرَةٍ. Onun üzünü lövh-i məhfuzdan köçürən mələklərdən ibarət olan yazanların, yaxud onu vəhy mənbəyindən Peyğəmbərə çatdıran mələklərdən ibarət olan elçilərin və ya onu dünyanın müxtəlif güşələrində qafillərə yetirən ümmətin alimlərindən ibarət olan səfirlərin əlləri ilə. كِرَامٍ بَرَرَةٍ. Onlar yaxşı iş görən əzizlərdir. قُتِلَ الْإِنسَانُ مَا أَكْفَرَهُ. Ölsün insan, nə qədər də kafir və nankördür. مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ. Allahı onu nədən yaratmışdır? مِنْ نُطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ. Onu qarışıq, dəyərsiz bir nütvədən yaratdı. Sonra da yaradılışının əvvəlindən kamalının zirvəsinədək kəmiyyət və keyfiyyət baxımından bütün hərəkətlərinə bir ölçü biçim verdi. ثُمَّ السَّبِيلَ يَسَّرَهُ. Sonra yolunu, xeyir və şər seçmək yolunu, ağıl, iradə və ixtiyar verməklə onu asanlaşdırdı. ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ. Sonra onu öldürdü və qəbrə qoydu. ثُمَّ إِذَا شَاءَ أَنْشَرَهُ. Sonra da
istədiyi vaxt onu dirildəcəkdir. كلا لما يقض ما أمره Belə deyildir. İnsan Allahın əmrlərinə və bu nemətlərin müqabilində itaət və şükr etməmişdir. Əslində, o hələ də ona əmr olunanı tamam kamal surətdə yerinə yetirməmişdir. فلينظر الإنسان إلى طعامه Belə isə, haqqın qüdrət əlini müşahidə etmək üçün insan öz yeməyinə baxmalıdır. أنا صببنا الماء صبا Biz suyu xüsusi bir tərzdə, yağış, qar və dolu şəklində yağdırdıq. ثم شققنا الأرض شقا Sonra da yeri xüsusi bir üsulla, otların, ağacların və bulaqların halına mütənasib surətdə yardıq. فأنبتنا فيها حبا Beləliklə orada dən, müxtəlif və saysız hesabsız növlərdə dənli bitkilər bitirdik. وعنبا وقبا Üzüm ağacı və hər il bir neçə dəfə biçilən göyərtilər, وزيتونا ونخلا zeytun və xurma ağacı, وحدائق غلبا iri gövdəli və böyük ağaclarla dolu hasarlanmış bağlar, وفاكهة وأبا həm yaş, həm də azuqə üçün qurudulmuş meyvə və ot ələf, متاعا لكم ولأنعامكم sizin və heyvanlarınızın bəhrələnməyi üçündür. فإذا جاءت الصاخة Beləliklə, qulaqları kar edən o nərə, surun ikinci dəfə üfürülməsi gəlib çatdıqda, يوم يفر المرء من أخيه o gün insan qaçar öz qardaşından, وأمه وأبيه anasından və atasından, وصاحبته وبنيه zövcəsindən və oğullarından, لكل امرئ منهم يومئذ شأن يغنيه o gün hər bir insanı özü ilə məşğul edəcək işi gücü olacaqdır. وجوه يومئذ مسفرة O gün bir çox üzlər parıldayacaq, ضاحكة مستبشرة güləcək və sevinəcək. ووجوه يومئذ عليها غبرة O gün bəzi üzlərdə isə toz, torpaq və küdurət olacaqdır. ترهقها قترة Qaranlıq və zülmət onları bürüyəcəkdir. أولئك هم الكفرة الفجرة Onlar həmin kafirlər və pozğunlardır.